Hörmətli izləyicilərimiz, bugün biz 44 günlük müharibənin qəhrəman şəhidlərindən olan Qasımov Gülverdi Abiloğlunun evindəyik, anasının və atasının evindəyik, yəni ziyarətinə gəlmişik. Hal-hazırda Gülverdinin adına olan köşədə, otaqdayıq. Onun şəkilləri ilə bəzədilmiş otaqdayıq. Sözün bitdiyi yerdə adam söz tapıb deyə bilmir. Yəni atasına, anasına səbir eləyirik. Onu da qeyd edeyim ki, Gülverdi balamızın babası da 1-ci Qarabağ müharibəsində şəhid olub. Onun da adı Gülverdi olubdu. O babasının adını daşıyıb. Çox təəssüflər olsun ki, 44 günlük müharibədə də baba adı daşıyan Gülverdi də qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, məqamları uca olsun, şəhid valideynlərinə, əzizlərinə Allah səbir versin. Həqiqətən danışmaq çox ağırdır. Bütün şəhid analarına, şəhid yadgarlarına Allah səbir versin. Biz bugün Gülverdinin anası Pakize xanıma Gülverdinin şəkili əks olunmuş bayrağı gətirmişik. Eyni zamanda atasının da şəkli bu bayraqda əks olunub. Bu hədiyəni Pakize xanımdan qəbul eləməyini istərdim. Allah hər ikisinin məqamını uca eləsin, ruhlarını şad eləsin. Sizə səbir versin. Allah bir daha deyirəm, dövlətimizi, millətimizi, ordumuzu qorusun. Xoşbəxt, firavan bir dövlətdə yaşayaq. Yəni bundan sonraki xoş, firavan həyatımızı, gələcəyimizi biz bu şəhidlərimizə borcluyuq. Eyni zamanda bizim gələcək nəsil də xoş, firavan həyatlarına görə, həyatda yaşadıqlarına görə amalları yalnız şəhidlərimizin ruhu qarşısında borcları olma amalları, onları yaşatmaq, unutturmamaq olmalıdır. Çok sağ olun. Sağ olun.